adətən həmişə yüksək olub. Çünki vətəndaş vaxtilə işləyib gəlirlərindən sığorta haqqı ödəyir və gələcəkdə də həmin sığorta haqqının müqabilində pensiya ilə təmin olunur. Əgər dövlət sosial müdafiə fonduna heç bir töhfə verməyib, yəni sığorta haqqı ödəməyib və yaxud da az müddət ərzində işləyibsə, həmin şəxslərin pensiya hüququ yaranmadıqda onlara sosial yardım məqsədi ilə müavinət verilir. Analoq Az xəbəri verir ki, bunu İctimai Televiziyaya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmailov bildirib. Onun sözlərinə görə ölkə prezidentinin sərəncamına əsasən müavinətlərin məbləğinə yenidən baxılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib, 3 ay müddət verilib. Artıq 3 ay tamam oldu. Yəqin ki, aprel ayından həmin məbləğə yenidən baxılıb müavinətlər və təqaüdlərin də artırılması gözlənilir.